O xain bir erməni qurşununa tuş gəldi. Bu qətrin arxasında ehtimal ki, ÇK dayanırdı. Artıq Fətəli xanı biz siyasi səhnədə görməyə başlayırıq. Sosialistlər, ittihadçılar, başqaları və bunlar davamlı şəkildə Xoyskini müəyyən səbəblərdən tənqid də edirdilər. Və həm maraqlısı odur ki, onun da qətrində birbaşa adını çəkdiyimiz Mustafa Mərdanovun rolu olubdur. O nəsildən insanlardan biri, hətta bizim Vətən savaşında da iştirak edibdir. Hər vaxtınız xeyirli İlqən bəy. Sentyabr ayının 17-sində dövlət başçısı Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyski haqqında sərəncam imzaladı. İstədik bu barədə danışaq. Xoyski kimidir? Harada təhsil almışdı? Xoyskilər ailəsi Azərbaycan tarixində şübhəsiz ki, ən önəmli yeri tutan bir ailədir və bu ailənin ən qiymətli təmsilçisi Cümhuriyyətimizin ilk baş naziri olan Fətəli xan Xoyskidir və bu baxımdan Cənab Prezidentin sərəncamı Cümhuriyyət tarixindən məşğul olan biz tədqiqatçılar çox sevindirdi. Çünki bu böyük şəxsiyyətə olan diqqət və maraq bu sərəncamdan sonra daha da artdı və artmalıydı da. Fətəli xan Xoyskinin babaları, yəni soyadından da göründüyü kimi Cənubi Azərbaycanın Xoy vilayətindəndir və o ailədən olan Zahid xan Xoyskinin özünün yazdığı xatirələrdə var ki, onlar Dumburi, Batmanqırınc Dumburi nəslindəndir və bu ailə ta orta əsrlərdən etibarən, yəni bilinən bir tayfadır Dumburi tayfası və Nadir Şahın dönəmindən etibarən bu ailənin təmsilçisi Əhməd xan Dumburi Nadir Şaha Hindistan səfərində xatirələrə görə dəstək olubdur. Daha sonra Əhməd xanın oğlu Cəfərqulu xan Təbriz, Qaradağ, Xoy ətrafında tanınan, seçilən bir şəxs olubdur. Elə ki, Qacar dövləti ilə Rusiya arasındakı bu qarşıdurmalar zamanı Cəfərqulu xan Rusiyadan sığınmaq haqqı istəyibdir və Cəfərqulu xan ailəsi özü bunlar Şəki ərazisinə yerləşiblər və təbii ki, onlar soylu ailədən olduqlarına görə xan titulunu da qoyub saxlayıblar və bu ailə Rusiya imperiyası çərçivəsində nüfuzlu bir mövqelərini qoruyublar. Məsələn, Fətəli xanın atası İskəndər xan Xoyski general-leytenant rütbəsinə qədər yüksəlibdir, müxtəlif titulları olubdur və nəticədə Fətəli xan da belə bir tanınmış, soylu, imkanlı bir ailədə dünyaya gəlibdir və İlk təhsilini Fətəli xan Gəncə Klassik Gimnaziyasında alıbdır. Daha sonra hüquqşünas olmaq istədiyi üçün Moskva Universitetinin hüquq fakültəsinə, yəni oranın rektoruna ərizə yazıbdır. Çünki o dönəmlərdə, yəni əgər orta məktəbə tam kamil şəkildə bitirmisənsə, ərizə şəklində universitetin rektorluğunun adına yazılırdı və orada da qəbul gördükdən sonra tələbə, artıq gələcək tələbə o şəhərə doğru yola düşürdü. Fətəli xan çox universitetdə yaxşı qiymətlərlə oxuyubdur. Hər hansı bir çətinlik çəkməyibdir. Bunu nəyə görə deyirəm? Məsələn, bəzi o dönəmin tələbələri müəyyən maddi imkansızlıq ucbatından və yaxud da ki, hansısa problemdən müəyyən çətinliklər çəkirdilər. Ailəsinin, yəni müəyyən imkanları olduğuna görə tam şəkildə təhsilini bitiribdir və bundan sonra hüquqşünas kimi yetişibdir və öz ixtisası üzrə də çalışıbdır. Və yəni bu illərdə o müxtəlif yerlərdə, Gəncədə, Kutaisdə və Tiflisə yəni bağlı idi. Müxtəlif yerlərdə vəkil kimi, müxtəlif hüquqşünas kimi vəzifələrdə çalışıbdır və nəhayət 1910-cu ildə artıq Bakı şəhərinə gəlibdir. Xoyskinin ictimai siyasi həyatı nə zamandan başlayır? Fətəli xan Xoyski hüquqşünas olaraq müxtəlif yerlərdə çalışdıqdan sonra artıq 20-ci əsrin əvvəllərində Çar Rusiyası dönəmində müəyyən qədər yumşalmalar, güzəştlər başlamışdı.
Duma fəaliyyət göstərirdi və ona görə də Fətəli xan da Dumadakı müsəlman deputatlardan biri olub 1907-ci ildə. Dumada Azərbaycanı, yəni o zaman desək Qafqaz müsəlmanlarını təmsil edir, amma oradakı fəaliyyəti qısa çəkir, çünki Çar yenidən Dumanı buraxdıqdan sonra Fətəli xan bu dəfə yenidən Gəncəyə qayıdır və Gəncədə yenidən hüquqşünas kimi çalışır və dediyimiz kimi 1910-cu ildən sonra gəlir Azərbaycana. Fətəli xan Xoyski ta ki 1900 Bakıya gəldikdən sonra 10-cu ildən ta ki 17-ci ilə qədər, yəni biz hüquqşünas vəkil Fətəli xan Xoyskini görürük. Elə ki 1-ci Dünya müharibəsi nəticəsində Çar Rusiyası dağılır və artıq Fətəli xanı biz siyasi səhnədə görməyə başlayırıq. O dönəmdə Cənubi Qafqazda özünü idarə etmək üçün Zaqafqaziya komissarlığı yaradılmışdı və bu komissarlıqda hər Qafqaz xalqından təmsilçilər var idi və Fətəli xan Xoyski bu ortaq Zaqafqaziya komissarlığı, yəni hökumətində maarif naziri kimi çalışırdı. Daha sonra ədliyyə naziri kimi fəaliyyət göstərdi. Eyni zamanda o bu illərdə Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə, digər siyasi xadimlərlə birlikdə Azərbaycan Müsəlman Şurasında təmsil olundular və nəhayət Zaqafqaziya Seymi may ayında dağıldıqdan sonra artıq Azərbaycan da öz müstəqilliyini elan etdi 28 mayda və Azərbaycan Milli Şurası Azərbaycan Cumhuriyyətinin istiqlaliyyətini elan etdi və bunun ardınca da ilk hökumət kabinetimiz yaradıldı və Fətəli xan Xoyski ilk hökumət kabinetində artıq Azərbaycanın baş naziri olaraq gündəmə bir növ çıxdı. Yəni biz bundan etibarən artıq Azərbaycan hökumətini idarə edən bir Fətəli xan Xoyskini görürük. Azərbaycan Cumhuriyyətində Xoyski şəxsiyyətinin rolu nədən ibarət idi? Fətəli xan Xoyski Azərbaycan Cumhuriyyətinin 3 hökumətində baş nazir kimi fəaliyyət göstəribdir. Eyni zamanda da baş nazir olmaqdan yanaşı həm də Daxili İşlər naziri olubdur, həm də bir dönəm yəni ədliyyə naziri kimi də fəaliyyət göstəribdir. Yəni ilk hökumətimizin tarihi müəyyən qədər qısa oldu. 28 mayda elan edilmişdi. İyun ayında birinci hökumət kabineti müəyyən səbəblərdən istifaya getdi və ikinci hökumət kabinetini də Xoyski təşkil etdi və Xoyski baş nazir olduğuna görə Azərbaycan Cumhuriyyətinin yəni ilk dönəmlərindəki bütün qərarlardır, bütün ilkin işlərdir. Təbii ki, hamısı onun adı ilə bağlıdır. İlk bayrağımızın qəbul edilməsi, ilk ordumuzun formalaşması, dilimizin rəsmiyyət qazanması olsun, vətəndaşlıqla bağlı qanunların qəbul edilməsi olsun. Yəni Cumhuriyyətimizin Gəncə dönəmində olan bütün hər bir yeniliklər, hər bir təsisatlar birbaşa Fətəli xan Xoyskinin adı ilə bağlıdır. Sonraki illərdə də Fətəli xan Xoyski hökumət ki, Bakıya köçəndən sonra da aktiv şəkildə fəaliyyət göstəribdir. Parlament açıldığı zaman o parlamentdə geniş bir hesabat təqdim edibdir və nəticədə 1919-cu ilin aprelinə qədər Xoyskinin baş nazirliyi davam edibdir. Təbii ki, Azərbaycan Cumhuriyyəti parlamentar bir idarəçiliyə sahib idi. Parlamentdə müxtəlif fraksiyalar var idi, müxtəlif partiyalar fəaliyyət göstərdi və Fətəli xan Xoyskiyə qarşı olanlar da var idi. Məsələn, sosialistlər, ittihadçılar, başqaları və bunlar davamlı şəkildə Xoyskini müəyyən səbəblərdən tənqid də edirdilər. Ona görə də Xoyski başqası gəlsin, idarə etsin məntiqi ilə istefa verdi və bizim sonraki 4-cü və 5-ci hökumət kabinetinin rəhbəri Nəsib bəy Yusifbəyli olmuşdu. 4-cü hökumət dönəmində Xoyski vəzifə almasa da, amma 5-ci hökumət dönəmində o bu dəfə Xarici İşlər naziri kimi vəzifə başındaydı. Qeyd edim ki, parlamentin stenoqraflarında Xoyskinin çox saylı çıxışları var və Xoyskinin ən çətin dönəmi mən deyərdim ki, onun Xarici İşlər naziri kimi fəaliyyət göstərdiyi dövrə təsadüf edibdir. Çünki 1920-ci ildə Rusiya yenidən Azərbaycanı işğal etmək istəyirdi və buna görə də Rusiya davamlı şəkildə Azərbaycana notalar vermişdi. Güya ki, Azərbaycan
o zamanlar bolşeviklərə qarşı olan Çar generalı Denikinlə güya Azərbaycan ittifaq qurmaq istəyir, onu dəstəkləyir. Halbuki Xoyski çox açıq şəkildə Sovet təmsilçilərinə, yəni Rusiya təmsilçilərinə daha doğrusu notasına cavab vermişdi ki, Azərbaycan Rusiya daxilində baş verən hər hansı bir qarşıdurmaya, oradakı müxtəlif qüvvələrin heç birinə qarışmır. Azərbaycan müstəqil dövlətdir. Amma təbii ki, bunlar hamısı Rusiyanın Azərbaycanı ittiham etmək üçün bir strategiyası idi. Çünki Rusiya bir tərəfdən Qarabağdakı erməniləri ayaqlandırmışdı. Digər tərəfdən ölkə daxilindəki sosialistləri, kommunistləri örgütləyirdi və buna görə də yenidən Bakı neftini ələ keçirmək üçün müəyyən oyunlar qurmuşdular ki, bu Xoyskinin ən çətin dönəminə, yəni ki, onun fəaliyyətinin ən çətin dönəmi sayılmalıdır. Amma Xoyskinin tarixində çox parlaq bir xəbər də var idi ki, bilirsiniz, 1920-ci ilin yanvar ayının 10-da Azərbaycan qalib dövlətlər tərəfindən Parisdə de facto şəklində tanınmışdı, artıq müstəqilliyimiz tanınırdı və bu xəbəri də parlamentdə yanvar ayının 14-də ilk dəfə, yəni Xoyski açıqlamışdı və özü də çıxışında deyir ki, nə xoşbəxtəm ki, parlamentin açılışında da mən çıxış eləmişdim və nə xoşbəxtəm ki, Cümhuriyyətimizin, hökumətimizin tanınmasının müjdəsini də, xəbərini də mən təqdim edirəm. Yəni Xoyski Cümhuriyyətin süqutuna qədər bu vəzifəsində layiqi ilə fəaliyyət göstərdi və Azərbaycan tarixində Cümhuriyyət dönəminin ən parlaq şəxsiyyətlərindən biri kimi qaldı. Biz bilirik ki, Xoyski Tiflisdə şəhid olub. Onun ölümü necə oldu? Azərbaycan Cümhuriyyəti 27 aprel 1920-ci ildə işğal olunandan sonra bizim bəzi liderlərimiz mühacirətə getməli oldular. Bəziləri təəssüf ki, məsələn, baş nazirimiz Nəsib bəy Yusifbəyev şəhid oldu. Amma bir çox liderimiz hələ ki işğal edilməmiş Gürcüstana keçdilər və Fətəli xan Xoyski də bir müddət orada fəaliyyət göstərdi. Təəssüf ki, bu qısa bir müddət oldu. Ehtimal ki, Xoyski bəlkə də Türkiyəyə keçəcəkdir, bəlkə də Gürcüstanda qalıb fəaliyyətini davam edəcəkdir. Amma təəssüf ki, 1920-ci ilin iyun ayında o xain bir erməni qurşununa tuş gəldi. O, yəni küçədə şəhid edildi və bu qətlin arxasında ehtimal ki, ÇK dayanırdı, yəni Rusiyanın gizli polisi dayanırdı. Çünki Cümhuriyyətin işğalından sonra liderlərin bir-bir aradan götürülməsi prosesinə başlanılmışdı və ona görə də əslində Xoyskinin qətlə yetirilməsinə bir tərəfdən ermənilərin başlatdığı Nemezis hərəkatı dayanırdısa, çünki ermənilər iddia edirdilər ki, Bakı azad edildiyi zaman Xoyski hökuməti orada çox sayılı ermənini qətlə yetiriblər. Təbii ki, bunların hamısı iftira idi. Bu baxımdan ermənilərin hədəfə qoyduğu şəxslər arasında Behbudxan Cavanşir, eləcə də Türkiyədən Talat Paşa olsun, Camal Paşa olsun, hamısı var idi və bizdən də Həsən bəy Ağayev, Xoyski, Nəsib bəy və bir çoxları var idi. Xoyski şəhid edildi. Maraqlıdır ki, Xoyskinin şəhid edilməsi ilə bağlı Azərbaycanın sonralar Sovet dönəmində tanınan aktyorlarından olan Mustafa Mərdanovun xatirələrində bilgilər var. Mustafa Mərdanov xatirələrində yazır ki, biz Tiflisə getmişdik və hətta özü də etiraf edir ki, biz oradakı Gürcüstanda menşevik hökuməti idi. Biz oradakı bolşevik kommunist təmsilçilərlə bir görevlə bağlı, vəzifə ilə bağlı getmişdik, həm də ki, teatra getmişdilər. Yəni, burada onu göstərir ki, Mustafa Mərdanovun ikili bir rolu var idi Tiflisə gedəndə. O deyir ki, biz orada səhnədəykən gəlib məni həbs etdilər və məni Xoyskinin qətlində günahlandırdılar və bunu aparıblar, istintaka sorğu-suala çəkiblər və daha sonra Xoyskinin yəni güvələndikdən sonra xəstəxanaya aparıbdı təcili şəkildə. Deyir ki, mən ora çatanda məni ona görə Xoyskinin yanına gətirmişdilər ki, Xoyski ona güvə atanın mən olub-olmadığımı desin. Amma mən ora çatanda Xoyski artıq keçindi və yanında yaxınları var idi və orada həmin yaxınları
ağlayaraq, fəryad çəkərək Azərbaycan məhv oldu, Azərbaycan məhv oldu deyə çığırmışdılar. Maraqlıdır ki, xatirədəki bu Xoyski hissəsi 50-ci illərdə çıxan kitabda tam şəkildə verilibdir. Amma xatirənin daha sonraki illərdə bu hissə kitabdan çıxarılıbdır. Yəni orada Azərbaycan məhv oldu ifadəsi əslində Xoyskinin nə qədər böyük bir şəxsiyyət olduğunu da göstərirdi. Xoyski Tiflisdə botanika bağında dəfn edilir. Əvvəlcə bağın əslində aşağı hissəsində dəfn edilmişdir. Çünki o dönəmdə, yəni ki, o bağın daha içərilərinə doğru aparılmamışdı və bəzi şahidlərin ifadəsinə görə Tiflisdəki bu Qacar konsulluğunun yardımı ilə və yaxud da ki, ora bağlı insanların yardımı ilə dəfn həyata keçirilibdir. Sonraki illərdə onu Mirzə Fətəli Axundovun, Mirzə Şəhvazihin olduğu yerdə dəfn ediblər. Xoyskinin qəbirüstü abidəsi 1996-cı ildə ümumi liderimiz Heydər Əliyevin dönəmində bərpa edilibdir və orada Gürcüstanın da o zamanki prezidenti Şivanəzinin də iştirakı ilə bir mərasim keçirilibdir. Orada Xoyskinin Azərbaycan üçün oynadığı böyük roldan bəhs edilibdir. Hazırda da Xoyskinin qəbirüstü abidəsi Həsən bəylə bərabərdir. Həsən bəy Ağayev də Xoyskidən cəmi bir ay sonra qətrə yetirildi və həm maraqlısı odur ki, onun da qətrində birbaşa adını çəkdiyimiz Mustafa Mərdanovun rolu olubdur. Həsən bəy evindən çıxardan Mustafa Mərdanov olubdur. Həsən bəy evindən götürübdür. Həsən bəy evinə qayıdan zaman da arxadan onu vurublar, şəhid olubdur. Xoyski vəfat edəndən sonra da onun bir çox ailə üzvləri, bəziləri, yəni öz ailə üzvləri Azərbaycanda qalıb, amma qardaşı, digərləri isə mühacirətə gediblər. Xoyskilər ailəsinin taleyi necə oldu? Fətəli xan Xoyskinin 3 övladı var idi. Murad və Ənvər adında oğlu və Tamar adında qızı var idi. Ənvər daha erkən yaşda vəfat etdiyi deyilir. Murad 70-ci illərdə təxminən vəfat edibdir. Qızı Tamara 90-cı illərin əvvəllərində bildiyim qədər vəfat edibdir. Tamara xanım Mirzə Davud Hüseynovla evli olubdur. Maraqlı bir məsələdir. Yəni Mirzə Davud əslində bolşevik bir lider idi və ehtimal ki, Fətəli xan Xoyskinin qətli ilə bağlı, ondan sonra ailə bolşevik hökuməti ilə rəsmi münasibətlər zamanı bu tanışlıq olubdur. Əslində Fətəli xan Xoyskinin ailəsi Azərbaycanda indi də davam edir. 10 əsrdən insanlardan biri, hətta bizim Vətən savaşında da iştirak edibdir. Xoyskilər ailəsinin bir qolu isə Türkiyəyə köçübdür. Fətəli xanın böyük qardaşı Hüseyn Quru xan Xoyski ailəsinin birlikdə mühacirətə gedibdir. O bir müddət Polşada da yaşayıbdır. Hüseyn Quru xanın nəslindən olan mən bəzi ailə üzvlərindən tanış olmuşdum İstanbulda. Məsələn, Xoyskinin qızının oğlu olan Kərim bəy Mehmetzadə ilə İstanbulda tanış olmuşdum. Çox dəyərli ailədir. Kərim bəy Xoyskilərin qiymətli təmsilçisidir və davamlı Cumhuriyyətdən bağlı tədbirlərdə indi də iştirak edir. Veyva xanımı tanımışdım bu yaxınlarda. O vəfat etdi. Veyva xanım Xoyxan soyadını qəbul etmişdi. Xoyskilər Türkiyədə bəziləri Xoyxan, bəzən də Xanxoylu soyadından istifadə ediblər. Məsələn, o ailədən İskəndər xan Xoylu var idi. Yəni ki, bir qov Türkiyədə yaşadı və indi də onların davamçıları yaşayırlar. Və ümumi götürsək, ta ki xanlıqlar dönəmindən etibarən Cəfər Quru xandan bu yana bu ailə çox böyük bir ailə olubdur və bir qolu da Fətəli xanın qardaşının övladlarından bir Zahid xan Xoyski ta Amerikada vəfat etdi. Ömrünün sonlarında o xatirələrində yazdı və Azərbaycan Cumhuriyyəti tarixində önəmli bir ailədir. Dekabr ayının 7-sində Xoyskinin 150 yaşı tamam olacaq. Parlamentimizin açıldığı günə də təsadüf edir və şəhid baş nazirimizə Allahdan rəhmət diləyirəm. Nə yaxşı ki, onlar var idilər, nə yaxşı ki, Cumhuriyyətimiz var idilər və biz fəxr edirik ki, elə bir dövlətin bugün varisiyik. Çox təşəkkürlər, Deyqan bəy. Çox sağ olun.